Bunların içində bir dənə Rubikondur ki, mən onu almaram. Denən nəyə görə? Vallahi Allah haqqı burada 1 manat qazanc yoxdur. Yəni bu işi görməzlər. Sizə yol göstərirəm. Baxıram gedib mutfilin maşınlar alırsınız. Mən Rubikona pis maşındır desəm ağzım əyilər. Auksiondan siz vurulmuş maşınlar alanda siz Rubikon bilmirdiniz axı nədir? Yəni bizim ona gücümüz çatmırdı maddi cəhətdən. Çox insan hansı ki bunu almaq istəyir, onlar mənə yazdılar ki, mən bir dəfə aldım Wrangler, daha peşmanam. Bir də mən onu almaram. Qardaş deyir ki, məni inandır, mən səndən maşın alacağam. Hələ görün mən sizə maşın satmaq istəyirəm. Mən nəyə inandıracağam hələ? Qəribə sizə Allahın da olsun. Hələ hiss eləməmisiniz ki, bu maşını satmır. Dostlar, bir dənə izləyicim yenə də qabiliyyətli və mədəni izləyicim. Çünki mən özəlliklə bunu qeyd etmək istəyirəm. Adam var belə yazır mesaj. Qiymət və bir dənə qiymət, ünvan. Abrın həyən olsun. Yəni ki, sən düşünürsənmi ki, mən durub ona qaçıb sənə cavab yazacağım? Momentalin o blokdur. Adam da var. Bir giriş eləyir. Deyirsən ki, çıxardım bu adımı, ürəyimi verim də. Bu nə mədəni, nə qabiliyyətli. Salam, hər vaxtınız xeyir. Gözəl insan, sənə təşəkkür edirəm. Belə girir məsələyə və sualını verir. Sənin mənə 3 dənə cümlə yazacaq hörmətin yoxdursa, mən sənə nəyin ki maşın, heç nə bilim, təkər belə vermərəm. Sən kimsən ki, mən sənə nələ oturub danışacağam? Yəni, siz bəzən elə bilirsiniz ki, mən ölürəm, sizə maşın zat verməkdən ötürü. Amma maşın zat yoxdur, ideya var. Maşın yoxdur, seçim var. Maşın yoxdur, klub var. Maşın yoxdur, əxlaq var, abır var. Yenə də deyirəm, heç bir maşından pul qazanılmır. Əvvəlki videolarımda bunu qeyd eləmişəm. Qardaş belə bir şey yazıb ki, sən deyir, yəni yenə deyirəm, bu qardaşı mən pis mən demirəm, onun adını da paylaşmayacağam. Deyir, mən Rubikon almaq istəyirəm. Sən deyir, Rubikonla bunu müqayisə ilə, mən dedim, baş üstə eləyəcəm. Məni deyir, inandır, onda gəlib deyir, bunu alacam. Gözəl qardaşım, sən istən get Rubikon al, sən istən get Xamir al, sən istən get Gerenwagen al. Allah bütün gözəl qardaşların, gözəl insanların canı sağ eləsin. Ay gözəl insanlar, mən yenə də deyirəm, istəyirsiniz sizə açın bunun kitay qiymətini göstərim, istəyirsiniz deklarasiyanı göstərim, istəyirsiniz bunun nətər deyim, xərclərini göstərim, istəyirsiniz özünüz birbaşa kitaydan alın. Allah'a şükür dijital dünyadır. Vallahi Allah haqqı burada 1 manat qazanc yoxdur. Yəni bu işi görməzlər. Yəni mən yenə də bu sizə olan sevgimdən sizə yol göstərirəm. Baxıram gedib mutfilin maşınlar alırsınız, ürəyim ağrıyır. Mən ki bu işi bilirəm, mən də sizə kömək edirəm də qardaşlar. İndi keçək Rubikona. Dostlar, mən əvvəlcə demişəm, Gerenwagen, Defender, Xamir, Uaz, Rubikon, Ford Bronco. Bunların içində bir dənə Rubikondur ki, mən onu almaram. Denən nəyə görə? Bugün Azərbaycanda Rubikonu nəyə görə alırlar? Çünki Rubikon çox ucuz qiymətə satılır. Çox ucuz qiymətə. İşlənmiş, vırılmış ucuz qiymətə. İkinci, Rubikonun hibrid versiyası, plug-in hibrid versiyası satılır Azərbaycanda. Çünki gömrük güzəşti var. Ona görə də insanlar qaçır ki, belə bir off-road tipli maşın alsın, ucuz olsun. Amma işlənmiş. Mən nəyə görə onu almaram, indi onu sadalayacağam. Mən Rubikona pis maşındır desəm ağzım əyilər. Bu Allahsızlıq olar. Bu da ramalı, off-road, məşhur off-road maşınlardan biridir. Amma nəyə görə almaram, indi onu sadalayacağam sizə. Birinci növbədə, maşınlar işlənmiş olur və bura gəlir əsasən plug-in hibrid mühərrikləri inanılmaz aşıbqalarla. Yəni, o qədər çox adam mənə müraciət edir ki, qardaş, bunu nətər düzəldək, necə düzəldək? Yəni, çox insan hansı ki, bunu almaq istəyir. Onlar mənə yazdılar ki, mən bir dəfə aldım Wrangler, daha peşmanam. Bir də mən onu almaram. Əgər bu da elədirsə, mənə qabaqsın deyir. Daha ki, mənə o həddə cavab verirlər. İkincisi, Wranglerin ehtiyat hissəsi çox bahadır. Dəhşət dərəcədə bahadır. Dözülməzdir. Azərbaycanlı üçün bu dözülməz bir rəqəmdir. Üçüncüsü, mən yenə də əvvəlki videoda qeyd elədim ki, Xamirin içi köhnədir. İç dizaynı köhnədir. Onun o komfort şeyi, məsəl üçün, bir dənə ortalıqda bir şey var, magnitofonu, onu da özüm qoymuşam. Qalan heç nə yoxdur da maşında. Maşında kameranı da özüm qoymuşam. Bir çox şeyləri özüm əlavə eləmişəm ki, mən özümə istəklərimi eləyim. Rubikon da belədir. Rubikon off-road maşınıdır. Yəni ki, bu yolsuzluq üçün maşındır. Eyvallah, razıyam. Amma içində ki, otururam, o sanki mənə Xamirdən də betər gəlir. Xamir lüksdür. Amma o, belə elə bilsən ki,
Silinkalar zadlar da belə qəribədir. Mənə o şəxsən mənə narahatçılıq verir. Yəni bu mənim şərhimdir. Ha, məni yanlış anlamayın. Şiti mənə narahatçılıq verir. Bəsitdir. Ondan sonra Rubikona oturanda maşın özü hündürdür. Amma mən oturanda belə çökəyə düşürəm. Gelenvagen'də oturanda hündürə düşürəm. Belə o dəqiqə belə mıx kimi bir duruşun olur da. Stoykan dəyişir belə desək. Burada da elədir. Mən oturanda mən diklik istəyirəm. Məsələn, Xamer də aşağıdadır. Amma o qədər aşağıda deyil. Amma belə pəncərədən baxanda görürsən ki, kimsə aşağıda gedir. Bəzən deyirlər ki, mənə kənardan baxanlar, sən onun için nətən nəfəs alırsan? Pəncərə dardır, mən də aşağıdayım. Elə bilirlər ki, mən orada boğuluram. Belə bir təəssürat yaranır. Amma halbuki Xamerin içi çox genişdir. Rubikonun da içi çox genişdir. Amma ona baxmayaraq, o məndə bir narahatçılıq doğurur. İkinci, Rubikon onun üçün dizayn olunub ki, o doğrudan da off-road da sürülsün. Yəni onu sürən adam heç vaxt gəlib deməz ki, bu shit niyə belədir, bu niyə belədir? Şəhərdə sürülmür, amma bu şəhərdə sürülə bilər. Yəni o gün test drive-da maşın belə gedir. Baxıram ki, bütün maşınlar buna baxır. Sadəcə ona görə yox ki, bu off-roaderdir, bu hündürdür, bu yekədir. Ona görə baxırlar ki, bu doğrudan da bahalı maşına oxşuyur. Bax, Rubikon bahalı maşına oxşamır. İçində oturanda, yenə də deyirəm, məsəl üçün, klimat kontrol, 210-lı klimat kontrol, nə bilim, 360 kamera, yazıcı, nə bilim, əlavə multimedia sistemi, ekstra dəstək proqramları, bunlar yoxdur axı bunda. Mənə də bu, mən demirəm, off-roadda bu olmalıdır. Bunu düzgün başa düşməm. Mən neçə ildir Xamer sürürəm, amma Xamerdə bunların heç biri yox idi. Mən bunu sevirdim. Xamerdə, hələ bugün də mən Xameri sevirəm. Hələ bugün də mən bu maşını sürürəm. Bir dənə minus cəhəti var, o məni şəxsən çox narahat edir. Xamerin havalandırma sistemi məni boğur. Niyə görə? Mən biraz həssas adamam. Əsasən də qumlu, torpaqlı yerdən keçəndə havalandırma sistemi yaxşı filtrizasiya eləmir. Bax, Rubikonda da bu var. Mən şəxsən bunu qəbul edə bilmirəm. Mən ona görə Gelenvagen'i sevirəm da. Defender'da da bu var. Defender'in lüks versiyası var, Defender'in off-road versiyası var, Rubicon kimi. Orada da bu havalandırma söhbətində zəifçilik var. Niyə görə Gelenvagen'i sevirəm? Gelenvagen'də ideal havalandırma var. İdeal. Yəni, sanki S-klassda gedirsən. Və ondan sonra yalnız bunda bunu tapdım mən. Ən sonuncu məsələ, qardaş, qiyməti. Siz həmişə alışmışsınız ki, Rubiconu işlənmiş alasınız. Azərbaycanlı Rubiconla nə vaxt tanış oldu? Tək-tük adam olar ki, onun təsirini ala bilər. Nə vaxt tanış oldu? Amerikadan işlənmişi gələndə, auksiondan siz vurulmuş maşınlar alanda, siz Rubicon bilmirdiniz axı nədir? Yəni, bizim ona gücümüz çatmırdı maddi cəhətdən. Amma istənilən Azərbaycanlının, elə bir orta babat maşın sürən Azərbaycanlının buna gücü çata bilər. İkincisi, biz ehtiyat hissəsinin üstünə pul qoymuruq ki, açıb sizə də göstərə bilərəm. Yenə də deyirəm, bu bir sevgidir, bu bir kulturadır, bu bir mədəniyyətdir, bu bir klubdur. Qardaş deyir ki, məni inandır, mən səndən maşın alacam. Hələ görün, mən sizə maşın satmaq istəyirəm. Mən nəyə inandıracam hələ? Qəribəsiz, Allah'ın da olsun. Hələ hiss eləməmişsiniz ki, bu maşını satmır. Yəni, amma yenə də qardaşın adını çəkmirəm. Qardaşla mənim aramda olan söhbətdir o. Yəni, qardaşa buradan səslənirəm ki, gözəl qardaş, mən maşın satmıram. Mən sizə yol göstərirəm. Baxıram, klient də gəlir, deyir ki, ay Allah, qalmışam filan maşının əlində. İndi at çəkməyəcəm ki, o şey olmaz. Deyirəm, niyə aldın? Deyir, qiyməti ucuz idi. Qardaş, dalına baxaydın da, zapsasda olacaqmı? Nə bilim, servisi olacaqmı? Bir bax gör ki, bunun nə qədər zədəsi dəyib. Deyir, bircə dənə krılosu idi. Zədəsi bircə dənə, mənə şəklini göstərir. Sən düşünürsənmi ki, o bir dənə krılosuna görə o maşına o qədər qiymət düşüb? Yəni elə Amerikada da bu krilo nədir ki, 20 dollar olsun. Bir dənə bunu göstərir mənə şəkli, bir dənə bu parça hissə, krilo da deyil, bu krilo budur, bax bu. Amma bu plasmas kılıqdır. Güya ki, bir dənə bu qopub, bunu da alıb qoyub üstünə düzəlib. Bəlkə onu auksiyona qoyan sırf bunu qoymayıb ki, sən buna çox diqqət eləyəsən. Halbuki maşının diferi zədəlidir. Halbuki maşının akkumulatoru zədəlidir. Siz ona diqqətləmirsiniz, sonra gəlirsiniz burada aləm dəyər bir-birinə heç düzəlmir də maşın. Çox baha xidmət olunur maşın. Yəni, yenə də deyirəm, zavodla əlaqə olmaq üstünlükdür. İlkin qiymət üstünlükdür. Maşının sıfır olmağı üstünlükdür. Lüboy maşın xarab olur, amma sıfır maşın daha az xarab olur. Mən demirəm ki, sıfır maşın xarab olmur. Daha az xarab olur deyirəm. Qardaş, bu qədər. Yəni, bu mənim şəxsi fikrimdir Rubiconla bağlı. Onu müqayisə eləyəndə 212 ilə nə Rubicona, nə Defender'a, nə Gelenvagen'ə, nə Uaz'a, nə Toyota Prado'ya heç bir pretenziyam yoxdur. Gözəl maşınlardır, ramalı maşınlardır. Amma mən yenə də bunu sürürəm. Niyə?
Çünki qiymət ucuzdur. İlkin qiyməti ucuzdur. Ehtiyat hissəsi çox ucuzdur. Mən bunu vidini sevirəm, mən bunun duruşunu sevirəm. Xamerlə müqayisə eləmişəm yan-yana duranda. Daha video çəkən qardaş dedi ki, nətər olub bunlar bunu düzəldiblər. Axı bu Kitaya oxşamır. Doğrudan da mən bunun adını yığışdırım Kitaydır. Yazım ora Mercedes. Deyəcəksiniz ki, bu doğrudan Mercedes. Desəm Land Rover, deyəcəksiniz ki, Land Roverdir. O dərəcə yaxşı maşındır. İndi gözəl qardaş, son olaraq onu sənə deyim ki, istəyirsən maşına baxmaq, bir hiss eləmək, 050 212 34 03 nömrəsinə əlaqə saxla və get maşına bax. Satmıram, ha. Bax, özün zaqqaz edirsən, özün zaqqaz elə. Almaq istəyirsən, al. Almaq istəmirsən, bir çayımızı iç. Ofisimizin qonağı ol. Satmıram. Mədəniyyət, kultura, alternativ xidmət göstərirəm sadəcə. Yenə də deyirəm, satmıram. Köməklik göstərirəm. Yəni deyir ki, qardaş deyir, inandır, alacam. İnanma mənə. Danışığa inan, kəlama inan, həqqi sözə inan. Gözü var, bax, ağıl var, düşün, seç, gör mən nə deyirəm, o birlər nə deyir. Və nəticədə yenə də almasan, eyvallah, eyvallah, hamımızı sevirəm. Mən maşından onsuz da heç nə qazanmıram. Mən buradan zərrə qazanmıram. Pul qazanmaq söhbəti yoxdur. İstəyirsiniz sizin adınıza vurun maşını. Birbaşa sizin adınıza, zavoddan birbaşa sizin adınıza gələcək maşın. Gedin maşını rastlamosk eləyin. Çıxın maşınla. Sonra gəlib mənə deyəcəksiniz ki, qardaş, nəyə görə bu işi görmüsən? Yəni ki, sən buradan heç nə qazanmamısan axı. Sən niyə bu əziyyət çəkmirsən? Bəs budur da, budur məsələ. Yenə də deyirəm, insanlarımıza kömək eləməkdən ötürü. Əgər deyirsinizsə ki, sən bu işi bilirsən, mən də deyirəmsə budur, burada maddiyyat olsa mənə deyərsiniz ki, reklam edir, ticarət edir ki, bu da ayıb deyil, ha, bu yanlış anlaşılmasın. Amma mən bunu eləmirəm axı. Gəlin sizin adınıza vurun, baxaq görək buradan pul qazanılırmı? Bu bir xidmətdir, bu bir mədəniyyətdir, bu bir sevgidir, bu bir klub anlayışıdır, bu bir düşüncədir, bu bir yardımlaşmadır. Əgər mən bu işi bilirəmsə, nə olar ki, 50-100 dənə Azərbaycanlıya da ümumi bu maşına bağlı sevgisi varsa kömək eləsəm. Güya 50 nəfərdən pul qazansam nə olacaq, qazanmasam nə olacaq? Nədir məsələ sevgidir, nədir məsələ hörmətdir, amma kimə, başa düşənə, abırlı, həyalı insana, dərk eləyənə. Hamınızı öpürəm, hamınızı çox istəyirəm.